İslamda bürclərin insan həyatına qatqısı nə qədərdir? Tarixdə baş vermiş bir hadisəni istəyirəm danışam. Həzrət Əli Əmir əl-Möminin döyüşlərdən birinə gedir. Bir münəccim onun atının yüyənindən tutur və deyir, ya Əmir əl-Möminin, bu döyüşə getmə, məğlub olarsan. Həzrət Əli əleyhissalam soruşur ki, nə səbəbə məğlub olaram? Buyurur ki, ulduzlar pis xəbərlər deyir. Əgər getsəz, məğlub olarsınız. Həzrət Əli əleyhissalam gülümsəyir və ona acıqla buyurur, vay olsun sənə. Məgər sən düşünürsən ki, ulduzlar insanların taleyinə bu qədər təsir qoyur? Əgər belə olarsa, onda günah ilə savabın heç bir anlamı qalmaz. İnsanların cəhdlərinin, səylərinin heç bir anlamı qalmaz. Və Həzrət Əli əleyhissalam yoluna davam elədi və döyüşdən qalib qayıtdı. Bu hadisə bunu göstərir ki, ulduzlar insanların taleyini həll etmir. Əgər ulduzlar təsir edib, bürclər təsir edib, insanların başına gələcəkləri mütləq edirsə, onda insanların cəhd və səylərinin heç bir anlamı qalmaz. Bəzən görürsən, bəzi proqnozlar çıxır, Şir bürcünə bu ay çox pul axın eləyəcək. Şir bürcü gedib yatsın, heç bir fəaliyyət göstərməsə ona pul gələcək. Bu doğru bir şey deyil. Əslində, səy və cəhdlər və insanın özünü dəyişməsi daha çox əsasdır. Nəinki bürclərin ona təsiri.